Salam, sabahınız xeyir. Avtobusla gəldim. İkinci dəfə də çaşıram. Keçən dəfə qəbir üstünə gedəndə bacımla mən 40 nömrə ilə gedib düşürəm neftçilərdə. Oradan da bacım gəlir. Gözləyirəm, çünki 40 nömrələr göy rəngdə avtobus idi. İndi dəyişib qırmızı eləyirlər. Mən də göy avtobus gözləyirəm. Bir də baxıram ki, qırmızı üstünə 40 yazılıb. Tez mindim. İndi yenə çaşdım. Haçanı marşruta bilmirəm deyə. Yenə çaşdım. Nəysə, gəldik, çıxdıq. Onun yarısı olur, inanırsınız. Qız da gec gəldi səhər. Ona görə dedim, marşruta minim, gedim, vaxt itirməyim. Axşam yenə işləyəm. Bugün həftənin birinci günü. Əslində bugün xadnoyumdur. Amma tərişkil gecə gələcək. Ona görə işə çıxacağım. Belə sabah birisi gün inşallah qismət olarsa, yəqin ki, birimdə olar. Xadnoy götürərəm. 1 saat evdəyəm. Bilmirəm ki, hardan başlayayım. Bir otaqda taş yatıb. Burada Nərgisin bugün səhər məşqi yoxdur. Bizim otaqdan başlasam, sular kəsilir, pərdəni nətəriyim. İnanırsınız qalmışam deyə. Krasovkaları atmışam yumağa. Bilmirəm, hardan başlayayım, harda bitireyim. Bugün dedim də sizə işə girəcəm. İstəyirəm ki, bugün heç olmasa ən azından 1 ya da 2 otaq general bork eləyim, şüşəsini, zaten pərdəsini. Pərdə heç cür alınmır yumaq. Söksəm qalacaq. Bəlkə şüşəni zadı sileyim, pərdəni sabah tezdən mən gəlib yaram. Bilmirəm, başımı itirmişəm. Yuvlası çox şey var. Çox şey deyəndə ki, yəni dərindən təmizlik eləyirəmsə, əlbəttə ki, hamısını yuyacam. Mən pakrival, yastıq, heç sən saxlamıram dərindən eləyəndə. Bu dəfə çox evi gecişdirmişəm. Özümə əsəbləşdim ki, niyə bu qədərinə sən uzatmışsan? Yəni hər dəfə birini eləsəydim, bu qədər olmazdı. Nəysə, eləyib qutaracam. Neyim, gedim öz otağımıza. Bax, fikirləşdim, öz otağımdan başlasam, taxt döşəni sökməliyəm. Sonra dedim ki, olmaz, onu indi söküb yuva bilmərsən, sonra sökərsən. O birisini eləyirəm, bu qalır. Bunu eləyirəm, o qalır. Mən istəyirəm ki, nətər başladımsa, sıfırdan hamısını eləyəm, yuyulmalılar da yuyam, çıxam, elə xoşlayıram. Yəni, evimiz bu vəziyyətdədir. Mən bunu bir günə qutara bilmərəm. Hamısını həmişə eləmişəm. Amma yox, bu dəfə eləyə bilmərəm. Kuxniyə ilə bir gün vaxt lazımdır. Çünki çoxdan şkafların nə üstünü silmirəm, nə içini silmirəm. Bütün başdan ayağa ora təmizlənməlidir. Jalüzlər çıxmalıdır. Jalüzün də köhnəlib. Nəysə. Başlayaq, bir yerdən başlayaq. Nə çəkərəm. Amma belə kameranı qoyum sizin üçün başdan sona qədər nə çəkim. Elə eləyə bilmərəm, çünki vaxt yoxdur. Bizə qurban əti pay veriblər. Onu çıxartdım, Nərgiz buzxanaya qoyub. Onu çıxartdım ki, donu açılsın. Onu buğlama eləyim, pişirim, yüngülvarı tez olsun. Qara tikələrindən yer, Ataş da yer, Nərgiz də yer. Bir də kiftədən qalıb. Görürsünüz, yemirlər də. Hələ az sulu, bir damcı heç demək olar ki, suyu yox idi. Yenə ondan qalıb. O da orada əlavə. Onu birləşdirərlər, bugünə yeyərlər. Bugünün yeməkləri də bu olsun. Sabah inşallah başqa bir şey eləyərəm. Sabah birisi gün yəqin ki, böyük ehtimal bu xadnoyum olar. Nəysə, burada özümə baxıram, orada da bir də görürüm, güzgüdə özümü görürüm. Nərgizi bu otaqdan çıxartdım. Birinci buradan başlayaq. Güllərim də elə yaman günə düşüb ki, bilmirəm, niyə belə oldular. O gün elə təmizləmişdim, baxın, nə gündədir oralar. Nəysə, pərdə çıxardaq. Pərdə yumaq istəmirdim, amma yuyacam. Gəl. İnanırsın, 50-dən fikrə düşürəm. Yum. Dedim, yus olmaz. Yumaqdan ziyan gəlməz. Ya Allah. Nərdivan deyə sol niyə gətirmirsən? Qız, vallahi ərinirəm. Asanda gətirərəm. Allah sən saxla, çıxmaq bilmir. Bu qədər. Gətirib indi qəşə oralarım. Torunu zaten hamısını alacam. Tor yoxdur. Amma alacam da. Başlayaq. İşə dəvam. Orada görsünəm, baba ləkə. Ora lapqa yapışdırıb Nərgiz. Tulluyub yapışıb qalıb orada. Heç nə ilə getmir. Getdim buradan mağazindən tez pomidor aldım, gəldim. Pomidorumuz qalmayıbmış. Bir dənə qalmışdı. Dedim, o çatmayacaq. 2 dənə də soğan doğradım.
Bilmirəm kim nətər hazırlayır, biz belə hazırlayırıq. Sonra yazmayın. Sonra onu düz eləmədin, bunu düz eləmədin. Həmişə belə hazırlamışam mən bunu. Sonra biber. Bir tane de acı biber. Acı biber de indi buradan aldım. Kız meyve tərəvəz ucuzlaşmır. Ot tutub yanır. Valla. Belə 3-4 diş sarımsaq. Pomidor da qəşəng qabığını soydum. Bir də buna da yağ atmayacağım çünki quyruq var içində. Bir də göyərti, keşniş, bir də reyhan. Çox adam petruşka da vurur. İndi hansı olsa, mən də indi keşnişlə reyhan almışam. Ondan da qəşəng vuracam, qoyacam vamxodda öz suyunda pişsin. Yazıq telefon inanırsınız çırpıldı əlimdən yerə. İndi bunu duzun, istiotum vuracam, ağzını örtəcəm, qoyacam pişməyə. Bu qədər. Asan, ən asan yemək. Yine mən tör-töküntünü yığışdırım, ondan sonra keçim qızların otağın təmizliyinə. Mərciz evdən çıxdı. Buranı o pilisosdadır, sağ olsun. Deyran, gedir gəlir Deyranı, sənə kömək eləyim. Dedim, heç səmdən pilisos eləyə bilərsən. Bir də yüngülvarı harda tör-töküntü görürsənsə yığışdır. Buranın şüşəsini sildim, setkasını yudum, pərdəsini yudum, astım. Lüstr da bu kantlar hamısını eləmişəm. Bir dənə şey qoymamışam da qalıb. Bunların hamısını silmişəm. Şifanerin başı da hər bir yer. Oraya görəndə ürəyim sıxılar. Yenə gətirdi, yapışdırdı. Neyim? Daha xətrinə dəymədim. Nəysə. Buraya da yenə yapışdırıb. Baxın, elə bil ki, belə tör-töküntüdür da. Əslində oraları hamısını tökmüşəm, silmişəm, təmizləmişəm. Amma yenə də. Nəysə, bu da paltarda çıxardıb qoyub. Bunların hamısını üzün gözüm çıxardıb tökmüşəm öz otağıma. Ataşın otağını, Ataş sağ olsun, mənə kömək elədi. Ataşın şüşəsini sildim, bir dənə pərdəsini yumadım. O da təmizdir deyə yumadım. Bəlkə indi baxaram, görərəm, yuyaram, amma məncə yumayacam oranı. Lüstrunu sildim, hər bir yeri şkafın için o gün təmizləmişdim, yenə təmizlədim. Özü sağ olsun, kitab polkası da baş alıb gedirdi. Boşaltdı, məktəbin kitablarını seçdi. O iki sumkanın ikisində dedi ki, tulla istəmirəm. Onların ikisinə çıxartdım. Tulla deyəndə aparıb o zibil kutusunun yanında kutular qoyublar, onun içinə qoyacam. Ondan sonra bir yekə klok otağından kitab, dəftər lazımsızları çıxartdı. Veriləsi iş dəftər ərzadı. Onları qoydu qırağa ki, özündən balaca sinfə versin. Belə. Da Nərzin yeni kuklası yenə düzüb bura. Şəkini çəkib Anjel yatırdı. Bunu Nigar alıb o gün ad gününə, sağ olsun. Bir də o nakleykaları alıb, yapışdırıb hamısını ora, bir dənə bilmirəm, xırda-mırda nəsə belə şeylər almışdı. İndi Ataşa səng gəlir. Fikirləşirəm ki, gedim öz otağımda yorğanı yığışdırmalıyım. Səbi inşallah yorğanı da qoşaram, yuyar. Yulsun o sintifon yorğanda hər il atıram mən onu paltaryan maşına. Yulur, çıxır. Deyim sizə 17 ildə o yorğanı mən işlədirəm. Çox gözəl yorğandır. Türkiyədən Ülviyə bacımın yoldaşı, bilirsiniz, türkdür. Oradan demişdim, pulun vermişdim. O vaxt alıb gətirmişdi məni üçün, Allah razı olsun. Nəysə, çox qəşəng çıxıb. Onu atıb yuyacam. Sonra deyirəm ki, gedim indi otağıma girim. Yemək zat pişdi. Kuxinada bəlkə 50 dəfə qab qaşıq yumuşam, çıxmışam. Pul gülümün qabını dəyişmişəm. Sizə özet keçirəm. Deyirəm, gedim otağıma. Şkafı bir gözdən keçirdim. Düzdür, mənim şkafımda seçiləsi paltar yoxdur. Amma deyirəm, yenə də töküm, baxım, nə var, nə yox. Onlara ayırım. Yorğanımız adımı çıxardım, pastelimi dəyişim. Pastel təmizdir. Pastelim təmizdir, amma deyirəm ki, yorğanı çıxardıram deyə o prostünü də, yastıq üzünü də yuyum. Bir dəfəlik təmizini taxım. Yulmalıların hamısını buraya yuyuram ki, gözümün qabağında olsun, sabah tezdən hamısını bir-bir qoşum. Bir qapları saxlayacağım ən axıra. Ən axırda bütün evi pilisoslayıb, qaplarını siləcəm, polları silib çıxacam. Şifanerin başını sildim, lüstru sildim. Az-az eləyirəm ki, birdən harda yoruldum, orada dayandıram işi. İndi keçirəm Tirmon bu için zadın təmizləməyə. Oranı təmizlədim. Əslində o sənət-sünət işlərini keçən həftə eləmişdim. Amma yenə bir dəfə də
əl gəzdirəcəm. Sonra keçəcəm bu xırda, corabzad olan şkaflara. Bunun içinə hələ keçmirəm. Deyirəm, harada yorulsam dayandırım. Burada da yorulmuşsa olmaz görürsün. Saçım, başım pis gündə də. Nə deyəcəkdim? Sabah buranın inşallah pərdəsini, şüşəsini zaten silərəm. Bəzən belə çəkəndə deyirlər ki, Soyuc, sənin evində nə var? Qızlar, siz belə görürsünüz, təmizdir, işıldayır. Amma belə yaxından baxanda o ləkəni, kiri görürsünüz də. Görünür, yəni mən özüm görürəm. Təmizləməsəm, yəni təmiz olmaz da. Təmizləyirik ki, təmiz olur. Təmizləməyəndə də baş alıb gedir. Ev işi həqiqətən də elədir. Hələ mənim evim hər şey açıq rəng, ağ rəng seçmişəm. Hər şey belə tozu kiri bildirir. Gərək əlin üstündə ola. Olmayanda da bax bu vəziyyətə düşür. Mən heç bu qədər gecişdirməmişdim evi. Amma neyniyək? İş başa düşdü. Təmizləyəcək. Demək olar ki, buranın dişini yekunlaşdırıram. Dən qaldı böyük şifonyer. Onu da görüm. Yarım saatim var. Yarım saata çatdıra bilsəm əli olar. O da məlum müşkül orada oturub ki, pəncərəni aç, mən orada oturum. Kömür aça bilmirəm, çünki işıq yanır. İşığı da söndürsəm içəri qaranlıq olur. Nəysə, yorğanı görürsünüz, təmizdir, amma mənim o takıntım ki, qışdan çıxıb onu yumalıyam. Bir də sizə keçən dəfə də bunu göstərdim. Baxın, mən bunu keçən il taxandan hələ yumamışam. Təmizdirlər. Niyə? Çünki mən hər həftə pastel dəyişirəm. Ona görə heç bu mitillər çirklənmir. Amma bu il yuyacam. İldə 2 dəfə yusam da bəs edir, amma çirklənməyib deyə heç bir dəfə də hələ yumamışam. Amma inşallah çıxardıb bunları yuyacam. İndi yox. Nəyə görə? Çünki 1 ton sabaha belə pastel, ondan sonra pakrival, yastıq üzü, belə şeylər çıxartmışam. Yəni qızların otağın yastığı üzün zaten. Onları yuyub qutararam. Vaxt qaldıqca bir-bir bunları da çıxardıb yuyaram. Bir də bu yorğanı yuyacam. Belə səhərə yulası şey çoxdur. Pakrival zaten hamısını çıxartmışam. Paraşok apardım, boşaltdım. Qabı doldurdum. İndi gətirdim onu öz otağımda qoyuram. Çünki kuxnyada yer yoxdur. Bunu şifonerin içine qoyacam. Həm də şifonerin içine çox qəşəng iyi gəlir. Ağzımı büküb qoyuram. Pakrivalı da yuyacam. Belə işlərimizi yavaş-yavaş yekunlaşdıraq. Görüm çatdıra bilsəm buranı da töküm. Seyidxanın da seçilməli paltarlarını seçim. Özümünkülərdə əslində yoxdur, seçmişəm. Amma yenə də bir gözdən keçirdim. Yenə bir də gördünüz ki, nəsə tapıb çıxartmışam, geyinmədiyim bir şey. Buranı təmizlədim. Bu 2 qapını dəyişdim. Bura hamısı demək olar ki, Seyidxanın yeridir. Bir dənə altda dəri dəsmal var. Əl üz dəsmalı. Öz bu qatlanılacaq paltarlarımı da qatladım. Oradan heç nə çıxarda bilmədim. Çünki təzə seçmişdim. Buranı da təzə seçmişəm. Yenə də boşaltmaq istəyirəm. Sonra dedim ki, olmaz. Özün özünə iş çıxartma, əl çək. Bilmirəm, baxaram. Boşaldım, boşaltmayayım. O yastığı Anjeliya vermək istəyirəm. Aldım da elə təp-təzə ortopedik yastıqlı boyun ağrıları üçün, zadı üçün. Elə də durub görüm istəsə ona verəcəm. Dəsmalı da çıxdım oranı silməyə. Bunu götürdüm, düşdüm. Elə orada da qaldı. Hələ oranı boşaltmamışam. İndi boşaldıb siləcəm. Uşaqların orada albomu zadı var. Baxın, başqa nə var orada. Hər dəfə qoyuram, sonra yadımdan çıxır. Elə də gec-gec təmizləmirəm. Buranı deyim də sizə hardasa bir 20 gündür boşaldıb təmizləmişəm. Amma yenə də boşaldıram, yadımda qalmayıb nə var, nə yox. Bundan məndə yenə var. Bu təzə. Bunlar işlətməmişəm. İnşallah bunlardan Anjela üçün yastıq düzəldəndə ona da verəcəm. Dəyişik-dəyişik də, həm də üzünə taxıb verəcəm. Ona görə bunlara istəmirəm dəymək. Yenə Trendyoldan bacıma deyəcəm. Bunun 12'li olur. Bundan mənə yenə sifariş versin. Çünki bunları Anjela'ya versəm özümə qalmayacaq. Derim, neçədən yastıq versəm, o qədər də üzün əlavə verərəm, artıq dəyişər. Amma belə deyirəm də, ildə bir dəfə də dəyişsə, yəni xarab olmur. Çox əlverişlidir. Ağzı zamokludur deyə. Açın, yuyun, təzədən taxın üzünə. Çox rahat bir şeydir. Can qurtaran bir şeydir. Əvvəl otururduq saatlarla onların ağzını tükürdük bir-bir. İndi hər şeyin ən asanlığı çıxıb. Pastelimi də çıxartdım. Onu taxacağım, Nərizin pastelini taxdım. Görün nə tapmışam. Ataşın vinetkası 4-cü sinif. Mən üzüm belə tutum görsənməsin. Şimdi qurban olum ay kişi. Çıqqılıymış ay Allah. Vaxt nə tər tez keçir. Bütün uşaqları saxlayım, bir dənə Ataşqanı göstərim. İnanmıram Ataş 11-ci sinifdə vinetka çəkdirə. Nərgiz baxın bu il 11-ci sinif çəkdirmədi. Sevmirlər. Bu da nətər olubsa bu yəqin çəkdirib. Üçünün də 4-cü sinif vinetkaları var.
Ay Allah. Bu Ataşın köynəyi deyir. Bunun belə köynəyi yoxdur. Orada sinifdə kiminsə uşağın köynəyini geyindiriblər buna. Mən də elə gələndə dedim ki, Ataş niyə geyindin? Deyir, nə bilim Ayana. Dedilər geyin, mən də geyindim də. Burada yanında qızlar belə tutum. Sənə qurban olum mən. Çıxılı balam, arıq balam. Burada arıqdır, indi kökdür. Arıqlamalıdır, amma nə bilim, əməliyyatdan sonra kökəldi Ataş. Ay Allah, seni qurbanım. Burada mən də getmişdim. İlk dəfə idi ki, siniflə harasa getmişəm. O da vinetka şəkli Ömər Atçılıqda. Belə tutum. Bu koftanı elə bir dəfə vinetkada geyindi. Vəssalam. Bunlar kimin diplomlarıdır? Özünün diplomlarıdır. Nə qəsə də qoy bitsinə. Burada da belə. Ana sənin qurban olsun. Evdən nətər özümü çöl atmışam bilmirəm. Gətirdim Ataşın sumkalarında qoydum. Heç mən ömrümdə aparıb zibil qabın yanına çörək asmamışam. İnanırsız astım. Çünki 6 bazar evdə olmamışam deyə çörək qalıb, xarab olub. Qəribə kiflənən fason olub bir tərin. Ona görə astım ora. Neymiyim? Allah keçsin günahımdan. Allah günaha batırıq. Bir işim vardı. Piyasa ne işim? Kız bundan allam ona verirəm, ondan allam buna verirəm. Neyse. Təlim, təslim. Onu da elədim. Elə qaça-qaça oradan çıxdım. Uy, izləyicimi gördüm. Deyir, o gün Ataş gördüm. Burada olur. Bir dəfə də Araz marketdə rastlaşmışdıq. Uy, bir şey ağzına sıçan aparır. Hə. Nədir? İnanırsız elə fikri qaçırdım ki. Beynimdə 50-dən fikir var. Onun ağzına baxım sıçan aparır. Tutub qaçırdı. Özündə balası var. Desən qarnı lığıldayır. Hə. Deyir, salam Solmaz bacı. Yaşca məndən böyükdür, Allah razı olsun. Hörmət mənasında mənə Solmaz bacı deyir. Allah canını sağ eləsin. Deyir, o gün Ataş gördüm, kömürü gəzdirir. Deyir, mənim də gəzir. Düzdür, kömürlə çıxmayıb. Özü çıxıb. Sinif yoldaşları ilə gedib gəzir. Neysə, gedim görüm. Yenə kargo açıqdır mı? Mən öz-özümə hərdən deyirəm, Solmaz öləndə ayaqlarıma nə cavab verəsin. Düzdür. Adam çox xeyirdir, amma yazıq ayaqlarımı nə qədər mən sürtdürüm dalımca. Uşaqlığı ilə ərinir da bir yolu yan düşməyə. Deyirəm, Nərz metroya piyada düş. Deyir, yana. Sən olanda, hə, sənsiz tək getmək istəmirəm. Qız, məndən küsənlər. Mənim nəyimdən küsürsüz, baxın. İndi yadıma düşür ki, gördüm ki, tələsə gedim. Ürəyim bir tərin oldu. Yadıma nə düşsə yaxşıdır. Mən saat 11-də, harca 12-yə zada işləmişdi, belə 5-10 dəqiqə. Yumurta pomidor elədim, Ataşla onu yedim. Saat 5-də işə gedirəm. İndi yadıma düşdü ki, mən yemək, bugün bir dəfə onu yemişəm. Vəssalam, ürəyim üzülüb gedir. Qız yemək yadıma düşmür. Təsəvvür edin. Neysə, heç olmaz, arıqlayarıq. Kargonu da götürdüm, gedirəm. Valla mən çox şey gözləyirdim. O qədər nə sifariş vermişdi ki, Nigar. Nərgizin padruqası. Burada var Anjelanın, bir dənə bilmirəm, nəysə var. Bijuteriya nədir, bir də qələm dedi, nə dedi. Bir də kömrün maşınkası. Götürdüm onu. Deyirəm, Maya Anjelana qurban, elə bu bir qıdım şeydir. Deyir, nə bilim, Mayana. Nə varsa oradadır. Deyirəm, mən çox böyük bir şey gözləyirdim. Deyirdim, əlimdə iş apar, təzdən gətir. O nətər olacaq? Bir damcı bir şeydir. Bəlkə xırda-xuruş şeylər qız sifariş verib, ona görə belə gəlib. Amma mənə göndərirdi, mən atırdım. Nəysə, başım torumuz oldu, onsa torumuzam. İndi metroya minən kimi Soliyə baxın. Vallahi, bayılıb qalacam. Sıraz yatacam. Gəzəyə, ay Soliyə, elə şey eləmə, yatım. Qız neyinin biləsliyə yatmıram ki. Ha, gözümü açsam da, gözüm öz-özündən yumulur. Neyiniyim mən?
Krasovkalar səhər yumuşdum, yanırsız. Qurudu. O qədər rahat krasovkadır. Anjelat günümü aldığıdır. Çox rahatdır. Ataşın krasovkası hələ quruyandır. Görün nətər isti var. O da quruyur. Salamız uşaqlar. Salamız uşaqlar. Az uşaqlar nədir? Xalalar. Gəldim, satancım bunları götürdüm ki, çıxan parka. Çünki evi sökürlər ha. Mədiş pizza sifariş verib bunlara. Nədir çörəyinə? Eşidirsiz. Gördü ki, əlimdə 2 ksok gətirmişəm özüm üçün yeməyə. Deyir ki, mənə də çörəyindən ver. Bu pizza sevmir, amma qıraqların yeyir. Al. Get ye. Nuş olsun. Özümə çay götürdüm, rəsmişqa götürdüm. Oturum bunu yeyim. İndi o birisilər də onun əlində görüb, indi onlar da gələcəklər. İmkan verməyəcəklər mən yeyəm. Bayım gələcək. Timur baxır. Qismət gəldi ki, pizza ver mənə. Verdim ona. Bir belə balaca qısok yedim. Hansı ki, adam çörəyin kəsib adaya vermişdim. Timur gəldi ki, mən yeyəndən sonra sol mənə də pizza ver. Xalalar, salam. Salam xalalar. Dedim ki, təəssüf ki, Timur yoxdur pizza. Qız gör məni nətər tələsik çıxardılar evdən. Biz çıxanda miting olur da. Çay gətirmişəm, amma çay içməyə heç nə gətirməmişəm. Heç bugün mən çay da içməmişəm evdə, təsəvvür edin. Bir də səhər yemək yedim, vəssalam. Maşallah o qədər uşaq var ki, bugün tətilin son günüdür. Məyər mənə? Eşitmir solunu. Planşet yoxdur bugün. O gedir. Kefinə quludur bax. Oynayır, gözləyir bizi. İndi dayanacaq. Bana. Lap aşağıdakı o parka getmişdi. Xeyli oynadılar. 9'un yarısı olur. Yüzde qədər saydı. Aferin sənə. Aferin balama. Yox balam. Saat neçədir? 9'un yarısı. Ne oldu? Küçədə planşet olur. Ha. Hələ gedə görə özünüzün yolda nətər aparırsınız. Evə çataq özünüzü necə aparırsınız. Ehtiyatlı ol. Pult götürmürük ha. Pult olmaz. Plaşatkada oynayırdı. Ben ona baxım gəldim sən aşağı bax zəfirəcək. Uşağı itiriblər. Uşağı axtarırlar. Görsən ada bax bəbə itib. Ona görə deyirəm qabaqda qaçmayın. Bax uşaq itib xalanın uşağı. Hə. Yəqin buralar. Hansı tərəfə qaçdı? Plənkəndə gördüm, qara kofta boşurt, müzik qışqırdım, getdi. Keçən orada oynayıb deyirəm, bəlkə öz bax. Hə, bəlkə gedir. Oradadır. Oradadır, gördüm. Koftasından gördüm, orada sürüşür. Timur gördün, Timur. Anası ələ ayağa əsir. Orada plaşatkada gördüm. Gördünüz, ona görə deyirəm ki. Hə. Oradadır, qara kofta boşurt. Qaçıb axtarırlar. Nə işarə elə? O gəl gör, o işarə elə. Ömrümdən getdi. Neçə yaşı var ki? 4. Mən deyəm, bu qaçandır deyə qəti buraxmıram. Bu elə şey olmaz, oğru da çoxdur. Hə. Uşaq oğrusu çox. İnşallah ki Yadına olar. qalıb, plaşatka. Görür. Hə, deyir o da. Onun yedim gedirəm baxım. Yəni onun babası gedir. Ömründən ömür gedir. Gör nəsə qaçır. Gördün, olmaz. Bax, maması da qorxub. Polisə zəng eləyiblər ki, uşaq yoxdur. Eşidirsən adam? Gəl gedib baxaq. Nəyə gedib baxırıq? Bir ev ki, şamaqda vaxt dava olurdu, hamı qaçırdı ki, baxaq, bura gəl. Aslında üçün belə. Bayaqdan evi istəyirdilər.
Eşitdilər ki, anası o döyəcək, deyir gedək baxaq. Uşaq içidir. Hə, ona görə qabaqda qaçmaq olmaz. Səftəşib basıb tökülür. Burası Sağ ol, yox, sağ ol, sağ ol, sağ ol. Sağ ol. Ha, bunlar videonun ənənəvi üzvləri olublar. Nəysə qızlar, sağollaşım, gedim. Daha şu saat 9 olmaq üzrədir, 9-a qalıb. Aparın bunların əlini üzünü yuyum, dişlərini zaten yusunlar. Planşet deyib. Planşet deyirlər. Aparın planşet verin. Hələlik görüşərik inşallah.